Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə Xəzər bağlarında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb və ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı evin 1-ci mərtəbəsi əşyalarla birgə yanaraq külə dönüb. 2-ci mərtəbə isə yararsız vəziyyətə düşüb. İşdə olmuşam, zəng eləyiblər ki, qısa qapanmada çəkilib. Gəlmişəm, sayğac hal-hazırlığı çəkə bilərsiniz. Evdə burada yararsız vəziyyətdə. 1-ci mərtəbə demək 100 kvadratdır, girib özünüzə baxarsınız. Hər şey yanıb, heç nə yoxdur. 2-ci mərtəbədə yararsız vəziyyətdədir. Heç sənə evdə oturmuşduq evdəkilərlə, atam işlədi, qardaşım da dəstəkdir. Elə gördük ki, tüstü gəlir. Elə düşdük 2-ci mərtəbə aşağı ki, tüstü görürük ki, ev yanır. Ondan sonra da alışdı, bir tərəf çıxdıq, qonşular gəldik. Belə. Xəstəxanaya gedən olub sizdən? Bəli, 2 nəfər gedib, anamla bacım. Tüstüdən zəhərləniblər? Bəli. Hal-hazırda xəstəxanadadırlar, yoxsa buraxılıblar? Hal-hazırda oradadılar, bəli, oradadır.